Şəhər-şəhərin divarlarını dağıdasan, yerində göydələnlər tikəsən. Televiziya dəyərdi mənim üçün həm də ona görə ki, televiziya arxivdir. Bunun arxivi yoxdur. Başa düşmək lazımdır ki, dünyanın bu saat güclü dövlətləri o dövlətlərlə müharibəyə girir ki, onların tarixi yoxdur. Onların tarixi var. Bu müharibəni də o dövlətlər aparır ki, onların tarixi yoxdur. Tarixi olan dövlətlərin tarixi olmayan dövlətlərlə davasında tarixi olmayan dövlətlərin gücü əsasdır. Bax, NATO haranı vurub dağıdırdı Əfqanistana girəndə? Məşhur məbədləri. Suriyada asma bağlar, Bağdad kitabxanası, tarixlə mübarizə gedir. Və tarix yoxa çıxanda nə qalır bizim əlimizdə? Balaca karlik telefonların yaddaşı. Və o yaddaşında ixtiyarı sənin əlindədir. Sən yaddaşdan imtina eləyirsən nə vaxt? Telefonun artıq yazmayanda. Biz qəzeti yavaş-yavaş atırıq arxa plana. Mən bilirsən nə qədər vaxt keçirdirəm Afrika kitabxanasında, indi bizim mərkəzi kitabxanada. Niyə gedirsən ora? Ona görə ki, mən 1991-92-ci ildə gedən tarixi prosesləri bizim bu mənasız cihazlardan tapım. Yoxdur axı. Arxivi çıxartmadın Aynes'dən? Aynes, nə dəxli var Aynes'in? Axı bütün materiallar... Azərbaycanın yeni tarixi yalnız Aynes deyil axı. Yox, səndə var. Bu bir-ikincidir ki, məndə Aynes'in tarixi yoxdur. Aynes'in tarixi Aynes'in arxivindədir. Aynes'in arxivi də bağlı qapılar arxasındadır və ondan da istifadə etmək mümkün deyil. Söhbət ondan gedir ki, Axundov kitabxanasında bizim 1950-ci, 40-cı, 30-cu, neçənci ildə çıxan qəzetlərimiz var. Bax, Azərbaycanın memarlıq tarixi var. Fikir verməmişsən sən, o memarlıq tarixi harada başlayır, harada qutarır. İndi Kristal Holu, Heydəli mərkəzini, Heydəli məscidini, alov qülələrini demirəm. Bizim ortada olan o 100 illərimiz hardadır? Var içəri şəhər, Qızqalası, yarısını Xruşovka dedik, dağıtdıq. Düzdür? 5 mərtəbə binadı qalıb 5 mərtəbə. Bizim 70 ildən sonra, 100 ildən sonra Bakının tarixindən danışan ilə danışacağıq. Ha? Saxlamırıq. Mənə soruşsan sən. Yox, mənə doğrudan sənə... Sən necə saxlaya bilərsən? Axı, sən bugün televiziyanı dağıtmaq istəyirsən. Sən necə saxlaya bilərsən? Yox. Bax, mən demədiyim sözü boynuma qoyma. Bu da mənim provokasiyamdır. İzah eləyirəm. Mən demirəm televizyon, gəlin dağıdaq. Televiziya yalnız o halda baxılacaq ki, onu sən dəyərə çevirəcəksən. Sən tamaşaçıya lazım olan məlumatı da, informasiyanı, proqramı təqdim eləyəcəksən. Hansı tamaşaçıya? Müxtəlif Faust'u oxumayan. Müxtəlif tamaşaçı. Bir dəqiqə. Faust'u oxumayan. O tamaşaçı yaxşı eləmişsin. Sən ən azı Pasternak oxumusan tutaq ki. Biz əgər